Ötən videolardan birində izləyici Piti Gürcü xingalı gətiricisi Zan yazmışdı. İzləməyənlər üçün Piti videosu profildə var. Quru sərhədlərinin bağlı olduğunu və Gürcüstanın elə də uzaq olmadığını nəzərə alsaq, Bakıya gəlsək, buradan da təyyarə ilə 40 dəqiqə Tbilisiyə uçsaq, yolda da pilota keç bir dənə qaqa sürsün desək, gəlib sağ-salamat Tbilisə çatsaq, heç olmasa 2 gecə Tbilisidə qalsaq, Tbilisinin qəşəng görməli yerlərini o ki var gəzsək, dron götürüb 1-2 dənə belə havadan kadrlar çəksək, belə bir dənə videoda çəkib WhatsAppda statusa qoyub altına da bir dilxor şeir yazsaq, qəşəng damaşın çaxır, hər gün də 3 dəfə kafe, restoran gəlsək, xingalın da ən yaxşısını tapmağa çalışsaq, heç olmasa bircə axşamda şəhərə çıxıb sosiallaşmaq istəsək, hesabladıq gördük ki, bunların hamısını eləmiş olsaq, xingal bizə çox baha başa oturur. Sözümün canı əsl Gürcü xingalı istəsəniz bu qədər şey eləməyinizə ehtiyac yoxdur. Vipasda ürəyiniz istəyən kimi Gürcü xingalı qızarmış, pörtləmiş və ən əsası sevgi ilə hazırlanmış. Sizi maraqlandıran suallarınızı bizə yazın və videonu bəyənib paylaşmağı unutmayın.